Nəhayət mətbəxdə təmizliyə başladım. İlk olaraq aspiratorun setkasına ərəb sabunu və paltar sodası qatıram. Üzərinə qaynar su əlavə edirəm və 15-30 dəqiqə saxlayıram. Sonra fırça ilə üstündən keçirəm. Baxın necə təmiz oldu. Mətbəx mebellərini, plitəni və aspiratorun özünü də bu dəfə eyni vasitə ilə təmizlədim. Nəticə isə məni çox sevindirdi. Fartuq üçün bu qarışımı seçdim. Sodanı yuyucu vasitə ilə qarışdırıb səthə çəkdim. Sonra üzərinə alma sirkəsi püskürtdüm. Mütləq əvvəlcədən pəncərəni açın və aspiratoru qoşun. Bu qarışım çirkləri çox yaxşı çıxarır. Sonra bütün mətbəxdə ümumi səliqə-səhman yaratdım. Mətbəx lap açıldı. Səliqə gəldi. Bu arada rozmarin də aldım. Evdə yetişdirmək istəyirəm. Tez-tez lazım olur. İndi isə həmişə əlimin altında olacaq. Biraz daha böyük dibçəyə əkdim. Budaqlarını kəsib suya qoydum ki, kök atsın. Və sonda çanağı təmizlədim. Bütün setkaları və bezləri dəyişdim. Çaydanı qoydum. İndi isə bu təmizliyə baxıb zövq alıram. Bax buna görə təmizliyi sevirəm.